Azərbaycan kinosunda özünə məxsus dəstiqəti ilə seçilən kinodramaturq Əli Qəfərov. O, qələmə aldığı ssenarilərlə insan həyatını ekrana daşımağı bacarmışdı. Ona görə də o, unudulmaz sənətkarlardan biridir. Azərbaycan Dövlət Film Fondunda kinodramaturqun sənət dostları, ailə üzvləri və onu sevənlər bir araya gəlib. Çıxış edənlər Əli Qəfərovun həyat və yaradıcılıq yolundan söz açıb. Onun ssenariləri əsasında çəkilən filmlərin bu gündən maraqla izləndiyini vurğulayıblar. Ötən əsrin 60-cı, 70-ci illərində sənədli kinosuna çox böyük töhfələr verib. Onun ssenariləri əsasında bir çox sənədli filmlər çəkilib və bu filmlər eksperimental filmlərdir. Onlar İngiltərənin azad kino və Fransanın sinema verite cərəyanının təsiri altında çəkilmişdi. Əli Qəfərovun həyatı yalnız yaradıcılıqdan ibarət olmayıb. Onun taleyində Sibirə uzanan ağır, sınaqlarla dolu bir yol da var. Sovet dövründə yenilikçi baxışları ilə seçilən kinodramaturq 1956-1960-cı illərdə sürgün həyatı yaşayıb. Danos yazdılar və bir neçə uşağı deməli tutdular. Prямо dərsdən götürüblər və cavan uşaqları 18-19 yaşından mühakimə eləyiblər, onlara srok veriblər və Sibirə Komiya konslagerə göndəriblər. Bu əlbəttə çox ağır bir səhifə idi Əli Qəfərovun taleyində. Sonra Moskvaya qayıdaraq, Bakıya qayıdaraq bir sıra məşhur hekayələrlə çıxış elədi. Onlar Moskvanın böyük qəzetlərində çıxıb, sonra burada Bakinski Rabochi kinostudiyada işləyib və maraqlı, bir-birindən maraqlı ssenari müəllifi olub. Hətta deyirdilər ki, Əli Qəfərov təcili yardımdır kinostudiyada hazır filmdə. Çünki hər bir filmi, ən pis filmi, ən aşağı olan filmi o çıxarda bilər. Bir günün ərzində onu premontaj eləyib, ona qəşəng tekst yazıb, onu deməli böyük ekrana çıxarda bilər. Əli Qəfərov bir çox sənədli və bədii filmlərin ərsəyə gəlməsində böyük rol oynayıb. Qızıl qaz, Çarvadarların izi ilə, mahnıya həsr olunmuş həyat, milli müdafiə arxasında, Sevinç sarayı, dirçəldilmiş torpaq, Fəhlə Gülbala, Odla təmasda, Neft Akademiyası, Xəzər Atlantidası, Maylovlar ailəsi kimi ekran əsərləri kinodramaturqun yaradıcılığının ən gözəl illərinə təsadüf edir. Həmişə onun yaradıcılığı gənc nəsillərə, bu kinematoqrafçılara örnəkdir. Onlar çox şey öyrənirlər Əli Qəfərovun yaradıcılığından. Əli, bilirsiniz, çox işıqlı insandır. Çox işıqlı, çox dürüst, saf insan idi. O da mənə deyirdi, mən də ona deyirdim ki, mən heç Sovet yazıcısı olmaq da istəmirəm. Yəni, belə bir xəsiyyəti var da, amma yaradıcılığa baxanda o çox zəngin yaradıcılıq qoyub gedib. Allah rəhmət eləsin. Əli Qəfərovun qələmi sadəcə ssenarilər yazmırdı. O, insan taleylərinə toxunur, sevinç və kədəri ekranlara daşıyırdı. Hər bir filmi, hər bir obrazı ilə tamaşaçıya bir duyğu, bir mesaj ötürürdü. Bugünkü xatirə gecəsi bir daha göstərdi ki, Əli Qəfərovun ruhu və əsərləri heç zaman unudulmayacaq. Onlar Azərbaycan kinosunun əbədi izidir. Onu da bil ki, qonşuda yaz qutaran kimi toy başlayır. Ay qardaş, validə gecə gündüz ağlayırıq. Bu işin axırı yoxdur. Bu da... Yaxşı, get su hazırla, dəstəmaz alım, sonra namazın vaxt keçər. Kağız gəlib, Kimdən gəlib? Nə, süddə? Uşaqlar nə Allaha hörmət eləyir, nə də valideynlərinə. Zamaniyə bax.